Durun təftirini söylə. Buranı sökürəm, bina tikəcəm. Bu evdə mənim atamın ruhu dolaşır. Qoymaram, heç sökəsin. Sənin atalı tanıyırdım mən. Əzrafın bir sağ vaxtı evə gəlmir deyə. Bütün gün içib onun bunun qapısında yatırdı. Öləndən sonra zırt gələr evə. Reklamda yazmışsınız ki, kompleks 28-ə yaxındır. Bura güzdədir. Qardaş, ucara baxmış yaxındır da. Biz yazmamışıq nə qədər yaxındır. Vüqar müəllim, sizə bir söz demək istəyirəm. Bilmirəm necə deyim. Binaya lif yeri qoymaq yadımızdan çıxıb. Ay, mən də deyirəm, nə deyir bu? Elə bildim, sement kisəsinin ağzı açılıb, yağış da yağıb, zay olub gedib. Mənə bir xırdı şeylərlə gəlmir üstümə. Mən sizdən mənzil almaq istəyirəm, amma bəh qorxuram. Eşitmişəm, şaya yayılıb ki, siz bir mənzili 10 adama satırsınız. Qardaş, biz şərəfli, ləyaqətli, şəxsiyyətli adamlarıq. 10 nəfərə satmaq nədir? Biz uzaq başı 3 nəfərə satarıq. Maksimum patoloqu 4. Görürsən əmdir, sabah bir evi 10 nəfərə satır. Sən bir evi bir nəfərə də sata bilmirsən. Buyurun. Sizin tikinti şirkətinin adı SS&SS'dir. Bu nə deməkdir? SS&SS, yəni biz sizi evdən ya sevə-sevə çıxardırıq, ya da özünüz seçin.